Salam. Hər vaxtınız xeyirli olsun. Bugün tam cəbri ifadələr mövzusunun ikinci bölməsi, yəni çox ədli və onlar üzərində əməllər bölməsinin testlərinə baxacağıq. Şola, gəlin birinci suala baxaq. Şola, bu birinci sualda mötərizənin içinin ən böyük dərəcəsi 2 olduğuna görə, yəni mötərizənin içinin bizdən soruşur ki, bu ifadənin çox ədlinin sərbəst həddini tapın. Şola, biz bu mötərizənin, bax, məsələn, birinci mötərizənin içinin sərbəst həddi neçədir? 5-dir. Onda biz bu mötərizənin içine atsaq, x-larla bağlı ifadə olar və çox x-larla bağlı ifadələr olar və ən axırda da bu 3, bu gəlib 5-in üzərində dayanacaq və bu mötərizənin içinin sərbəst həddi 5-in kubu olacaq. Bəs ikinci mötərizənin, arada vuraq var şola, bəs ikinci mötərizənin sərbəst həddi 1-dirsə, onda biz bu mötərizələrdə atsaq, yenə x-larla bağlı ifadə olacaq və bir də 70 bu 1-in üzərinə daxil olacaq. 1-in üstü 70. Və təzədən bu iki dənə də mötərizəni bir-birinə vurub atsaq, onda yenə x-larla bağlı ifadə olacaq və sonda bu sərbəst həddə vursaq, yəni 5-in üstü 3-ü, 1-in üstü 70-ə vursaq və ümumi sərbəst həddimiz olacaq, şolar baxın bu. Yəni 5-in kubu 125, 1-in üstü 70-də 1-dir. Cavab olacaq 125. Yəni x-larla bağlı ifadə, məsələn belə fikirləşin, x üstü 5, 7x üstü 3 və bir də üstə gəl 125. Yəni yekuna bu mötərizəni vurub atsaq sərbəst həddə olacaq 125. Bu variant. Qısa deyək də inşallah bu 3, bu 5-in üzərinə gəlir. Mötərizənin içinin son sərbəst həddi 5-in kubu 125-dir. İkinci mötərizəni atsaq sərbəst həddi olacaq 70 gələcək 1-in üzərinə. Üstə gəl 1 olacaq. Yəni 2 dənə mötərizəni atsaq bu sərbəst həddə vursaq bizə sərbəst hədd verəcək 125. Yəni bu variantı. Və 2 də bunun oxşardır şola. Bir də cavab oldu B variantı. 2 oxşardır. Gəlin növbəti suala baxaq. Baxdıq nəyə? Baxdıq şolar 3-cü suala. 3-cü sualda deyir bu ümumi mötərizənin üçün açılışının çox ədlisinin dərəcəsini tapın. Şolar birinci mötərizənin, baxın bu birinci mötərizədir. Birinci mötərizənin, yəni bunun ən böyük dərəcəsi x üstü 27 olduğuna görə və bunu da biz atsaq, ən böyük dərəcə olacaq bu 4 gələcək x üstü 27-nin üzərinə. Yəni 4 gəlir x üstü 27-nin üzərinə və bunun açılışının uşaqlar ən böyük dərəcəsi olacaq. Baxın bu. Sonra ikinci mötərizəyə baxaq uşaqlar. İkinci mötərizə budur. Bunun burada ən böyük dərəcə x üstü 1 olduğuna görə mötərizəni də içine atsaq bu 3-ü 1-ə vuracağıq. Bu mötərizənin içinin açılışının ən böyük dərəcəsi x-in üstü 3-dür. Sonra bu mötərizənin içində uşaqlar bu mötərizənin içində olan çox ədlinin ən böyük dərəcəsi x-in kvadratı olduğuna görə bu mötərizənin açılışında ən böyük dərəcəsi olacaq x kvadratının, bu kvadrat gələcək x kvadratının üzərində. X kvadratının kvadratı olacaq. Bir də bu formada bir mötərizənin içində ifadə olacaq. Şola, birinci mötərizənin ən böyük dərəcəsi baxın budur. Yəni x üstü 27-ni 4-ə vursaq 108. İkinci mötərizənin ən böyük dərəcəsi budur. X üstü 3 və üçüncü mötərizənin ən böyük dərəcəsi 2-ni 2-yə vuranda x üstü 4-ü verəcək. Və yəni yekunda bu mötərizənin içində atsaq, bu mötərizənin 3 dənə mötərizəni bir-birinə vurub atsaq, hər 3 mötərizənin ən böyük dərəcələrini bir-birinə vurarıq və bu da olacaq ümumi yekun mötərizənin ən böyük bir həddin dərəcəsi olacaq. Şolar, bunları bir-birinə vursaq, əsasları x qalır. Üstləri toplasaq 108, 3, 4-ü toplasaq 111, 111-in üstə 4 gəlsə 115 verəcək. Yəni bu mötərizənin açılışının ən böyük dərəcəsi olacaq 115 və çox ədlidə nə idi? Ən böyük bir həddin dərəcəsi çox ədlinin dərəcəsidir və bu mötərizənin açılışının ən böyük dərəcəsi olacaq şolar 115. Yəni C variantı. Bu oldu şolar 3-cü cavabı C variantıdır. Sonra gəlin nəyə baxaq? Gəlin baxaq şolar nəyə? Baxaq 4-cü suala. 4-də nə deyir? 4-də deyir ki, 4-cü sualda deyir x kvadratı çıx 2x üstə gəl 5 vuraq, bir də x üstə gəl a. Deyir bu çox ədlinin standart şəklində yazılışında x kvadratının əmsalı 0 olarsa, a parametrinin hansı qiymətində bu çox ədlinin standart şəklində yazılışında x kvadrat əmsalı 2 olar. Əvvəla şola, birinci bu mötərizənin bizdən a parametrin hansı qiymətində çox ədlinin standart şəklində yazılışındakı əmsalı 0 olur. Əvvəla biz bu mötərizənin içine açmalıyıq. Gəlin sağdan x-i götürək, soldakı 3 dənə mötərizənin içine vuraq. X-i məsələn bu x kvadratına vursaq olacaq x-in kubu, çünki x-in üstü 1-dir. Çıx.
2x-i x-a vursaq bizə verəcək 2x-in kvadratı və x-i də bu müsbət 5-ə vursaq bizə verəcək müsbət 5x. Bu x-i soldakı 3 dənəsinə vurduq. İndi bir də a-nı götürüb soldakı 3 dənə bu ifadəyə vururuq. Müsbət a-nı x kvadratına vursaq müsbət ax-in kvadratını verəcək. Müsbət a-nı bu 2x-a vursaq mənfi 2ax-i verəcək. Müsbət a-nı bu müsbət 5-ə vursaq müsbət 5a-nı verəcək. Uşaqlar bunun belə deyək, bu mötərizənin içini açdıq və bizə də deyir ki, x kvadratın əmsalı 0-dır. Uşaqlar x kvadratların gəlin altından xətt çəkək. X kvadratı, x kvadratı. Bunların altından xətt çəkdik. Deyir bunun burada a-nın yerinə neçə yazsaq x kvadratın əmsalı 0 olur. Uşaqlar x kvadratın əgər əmsalı 0-sa 0x kvadratına vuranda 0 verəcək. Yəni bu mənası odur ki, x kvadratları gedir. Sizcə a-nın yerinə biz neçə yazsaq x kvadrat gedər? A-nın yerinə 2 yazsaq mənfi 2x kvadratında müsbət 2x-in kvadratı olacaq. 2x kvadratında bu 2x kvadratını çıxanda 0 verəcək. Yəni 2x kvadratlar gedəcək. Bu demək ki, x kvadratın əmsalı 0-dır. Deməli, a-nın hansı qiymətində uşaqlar? 2 qiymətində. Cavab olacaq 4-də Y variantı. Sonra 5 də bunun oxşarıdır. Gəlin 6-cı suala baxaq. Uşaqlar 6-cı sualda birinci veriləni yazaq. Deyir 5x vuraq. X üzərinə gəl, y üzərinə gəl, z çıx. Bir də deyir 5y vuraq. X çıx, y çıx, z-dir. Bir də çıxaq deyir 5z vuraq. Bir də x üzərinə gəl, y çıx, z-dir. Bizim uşaqlar sualımız belədir. Deyir ifadəsini sadələşdirin. Yəni mötərizənin içini aç, oxşar ədədləri hesabla. Uşaqlar birinci 5x-i bu mötərizəyə vursaq, 5x-i x-a vursaq 5x-in kvadratı. 5x-i müsbət y-ə vursaq müsbət 5xy. Bəs 5x-i bu z-ə vursaq müsbət z-ə bizə verəcək müsbət 5xz. Keçək mənfi 5y. Mənfi 5y bu mötərizənin içinə vursaq, mənfi 5y x-a vursaq mənfi 5yx. Mənfi 5y bu mənfi y-ə vursaq mənfi mənfiyə vuranda müsbət verəcək. Müsbət 5 y-ə də vuranda 5y-in kvadratı. Bəs mənfi 5y mənfi z-ə vursaq yenə müsbət 5yz verəcək. Keçdi buna. Mənfi 5z uşaqlar bu x-a vursaq mənfi 5xz. Mənfi 5z müsbət y-ə vursaq mənfi 5yz və mənfi 5z mənfi z-ə vursaq mənfi mənfiyə vuranda müsbət verəcək. Müsbət 5z-in kvadratı. Uşaqlar oxşar ədədlər hansılardır? Baxaq. Burada müsbət 5xy var. Burada da mənfi 5xy. Y-x eyni şeydə. Vuruqların yerini dəyişmir, hasil dəyişmir. Bunlar getdi. Burada müsbət 5xz var. Burada da mənfi 5xz var. 5xzlər də getdi. Burada müsbət 5y var. Burada da mənfi 5y var. Bunlar da getdi. Yerinə qalır. 5x-in kvadratı qalır. Müsbət 5y kvadratı qalır. Və bir də müsbət 5z-in kvadratı qalır. Və buradan da 5-i mötədə xaricinə çıxarsa, çünki hər üçündə 5 var. 5-i də çıxarsa mötədə xaricinə qalır. X kvadratı üstə gəl, y kvadratı üstə gəl, z-in kvadratı. Yəni cavab oldu, baxın belə. Yəni A variantı. Bu oldu 6-nın cavabı A variantı. Keçək növbəti suala. Uşaqlar bu 7-ci sual, bayaqki 6-cı sualın oxşarıdır. Gəl nəyə baxaq? 8-də baxaq. 8-də deyir ki, 4b-nin üstü 4. Üstə gəl 4a-nın üstü 4. Burada uşaqlar mənfini gördük. Mənfi 2b-nin kvadratı, mənfi 2-nin kvadratı 4-dür. B kvadratın kvadratı 2-ni 2-yə vursaq b-nin üstü 4-ü verəcək. Bir də çıx burada AB kvadratı var. Uşaqlar bu çox hədli ilə bu bir hədlinin dərəcələrinin hasili. Uşaqlar əvvəla bu çox hədlinin dərəcəsinə baxaq. Bu çox hədlinin dərəcəsi bizə nə verir? Bu bir hədlinin dərəcəsi 4-dür. Bunun dərəcəsi 4, bunun dərəcəsi 4, bunun da dərəcəsi 1, 2, 3-dür. Onda uşaqlar ən böyük bir hədlinin dərəcəsi çox hədlinin dərəcəsidir. Onda ən böyük bir hədlinin dərəcəsi 4 olduğuna görə bu çox hədlinin dərəcəsi 4-dür. Bir də verilib uşaqlar. Bəs bu bir hədlinin dərəcəsi deyəndə qüvvətləri bir-birinə vururuq. Yəni qüvvətlər bizə əmsal zat lazım deyir uşaqlar. Deyir bu çox hədli ilə bir də aşağıdakı bir hədlinin dərəcələri hasilini tapın. Yuxarıdakı çox hədlinin dərəcəsini 4 tapdıq. Bəs aşağıdakı bu bir hədlinin dərəcəsi deyəndə sadəcə qüvvətləri bir-birinə vururuq. Əmsal bizə lazım deyir. 2-ni 3-ə vur. 10 tərəzidən bir dənə 3-ə vur. Bu da bizə verəcək A-nın üstü 9-u 2-yə vur 18. Yəni bu mötərizənin içini açsaq qüvvətləri bir-birinə vuranda bu bir hədlinin dərəcəsi olur uşaqlar 18. Deməli yuxarıdakı çox hədlinin dərəcəsi 4-dür. Aşağıdakı bu bir hədlinin dərəcəsi 18-dir. Onda bizdən nəyi soruşur? Bu çox hədli ilə bu bir hədlinin dərəcələri hasili. Yəni 4 ilə 18-in hasilini soruşur. Hasil olacaq 72. Cavab oldu 72 uşaqlar A variantı. Deməli 8-in cavabı oldu A variantı.
və 9 eynən bunun oxşarıdır. Gəlin baxaq uşaqlar 10-cu suala. Onda nə deyir? Onda deyir ki, bx üstü 4 üstəgəl 6x-in kvadratı çıx 1. Bir də üstəgəl 3x üstü 4 çıx 2x-in kubu çıx 2 çıx 1-ə. Uşaqlar gəlin birinci mötərizəni açaq. Mötərizəni açaq bx-in üstü 4. Birinci mötərizə olduğu kimi qalır. Və bu ortadakı müsbət sağdakı mötərizəni açaq. Mötərizənin qabağı müsbətdir. Müsbət heç nəyi dəyişmir. Sağdakı mötərizə olduğu kimi qaldı. Gəlin oxşar ədlərə baxaq. Nə deyir? Deyir bu çoxhədlinin dərəcəsi 3-dür. Uşaqlar, ümumiyyətlə bu çoxhədlinin dərəcəsinin 3 olması üçün ümumiyyətlə çoxhədlinin dərəcəsi nədir? Çoxhədlinin dərəcəsi ən böyük bir hədlinin dərəcəsidir. Onda belə çıxır ki, bu çoxhədlinin dərəcəsinin 3 olması üçün burada b-nin x-in üstü 4 getməlidir ki, 4-dən sonra və 3x-4 var, 3x4 var. Bir də bx4 var. Onda belə çıxır ki, bu çoxhədlinin dərəcəsi bu 3 olması üçün burada bx4 ilə 3x4-dən getməlidir ki, yəni 0 olmalıdır ki, yəni belə yazaq. bx4 ilə bir də 3x4 0 x4-ü verməlidir. Yəni 0 x4-ə vuran onsa 0 verir. Yəni bu demək ki, bx4 ilə 3x4 toplayanda getməlidir. Uşaqlar, buradan x4-ü mötədə xaricdən çıxarsa b üstəgəl 3. Sağda da 0 vuraq x4-dür. Bu x4-lər gedir. B üstəgəl 3 0-a bərabərsə, deməli b-nin qiyməti 3-ü sağa aparsaq mənfi 3 olur. Yəni bunun da mənası o demək ki, aparıb b-nin yerinə mənfi 3 yazsam, mənfi 3 x4 ilə müsbət 3 x4-dən lineyə gedər və bu çoxhədlinin ən böyük dərəcəsi x-in kubu olar və ən böyük bir hədlinin dərəcəsi x kubudursa, deməli çoxhədlinin dərəcəsi də x-in kubu olacaq. Deməli çoxhədlinin dərəcəsi 3 olması üçün x-in üstü 4-lər getməlidir. B-nin hansı qiymətində? Mənfi 3 qiymətində. Onun cavabı oldu uşaqlar A variantı və 11 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sual uşaqlar 12-ci sual. Bunu sildik. 12-də nə deyir? 12-ci sualda 12-də. Gəlin uşaqlar möhtədən promoya çıxaq da. Bu möhtədən açsaq olduğu kimi qalacaq. Yəni 2x-in kubu çıx 4x-in kvadratı üstəgəl 6x bir də çıx 1. Çıxaq. Və bu möhtəzəni uşaqlar açsaq, möhtəzənin qabağı mənfi olduğuna görə mənfi möhtəzənin için işarəsi dəyişəcək. Məsələn, mənfi 3x-in kubu olacaq. Burada mənfi 8x-in kvadratı. Möhtəzənin qabağı mənfi olduğuna görə mənfi mənfiyə təsir edir. Müsbət 8x-in kvadratıdır. Bu mənfi də uşaqlar buradakı mənfiyə də təsir edəcək, olacaq müsbət 2x. Deyir bu çoxhədlinin standart şəklində yazışındakı əmsalların hansında. Uşaqlar əvvəla bunu standart şəklə gətirək. 2x kubu çıx 3x kubu. Bizə verir mənfi 1. Mənfi 1 yazılmır, amma mən yazıram. Mənfi 1x-in kubuna. Mənfi 4x kvadratı ilə 8x kvadratı oxşardır. 8x kvadratından 4x kvadratı çıxanda müsbət 4x-in kvadratını verəcək. Müsbət 6x var, müsbət 2x var. Burada da olacaq 6 ilə 2-ni toplasaq 8x və bir də mənfi 1 var. Onda uşaqlar bu çoxhədlini standart şəklə gətirdik. Bizdən nəyi soruşur? Çoxhədlinin standart şəklinin yazışındakı əmsalları hasilini tapın. Əvvəla gəlin əmsallarına baxaq. Əmsallar nədir? Uşaqlar bir əmsalı mənfi 1-dir. Bir əmsalı müsbət 4-dür. Bir əmsalı müsbət 8-dir. Və bir əmsalı da sərbəst, bu uşaqlar mənfi 1 sərbəst əddir. Mənfi 1 həm sərbəst əddir, həm də əmsaldır. Və bir əmsalı da mənfi 1-dir. Onda uşaqlar bu çoxhədlinin əmsalları mənfi 1, 4, 8, mənfi 1-dir. Və bizdən əmsalların hasilini soruşurlar. Yəni mənfi 1 vuraq, 4 vuraq, 8 vuraq, mənfi 1. Uşaqlar mənfi 1-i mənfi 1-ə vur, müsbət 1. 4, 8-ə vur, 32, 32 ilə 1-ə vursaq, bizə verəcək 32. Yəni bu sualın cavabı olur 12-də 32, yəni B variantı. 12-nin cavabı B variantıdır. 13-də bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. 14-də bunu sildim. 14-də nə deyir uşaqlar? 14-də deyir ki, 14-də deyir x-in kubu üstəgəl ax-in kvadratı. Bu kvadratı gəlin qarəni yazaq. 14-də deyir ki, deməli x-in kubu üstəgəl ax-in kvadratı. Üstəgəl 2x, bir də üstəgəl 1. Bunu nəyə vururuq? X kvadratı çıx b-yə vururuq. Deyir bu çoxhədlinin standart şəklindəki
x kubu ilə x kvadratı bir həddilərinin əmsalları 0 olar. A və B-nin hansı qiymətində x kubu ilə x kvadratının əmsalları 0 olar. Gəlin birinci mötərizəni açaq. Necə açaq? Sağdakı x kvadratını götürək, soldakı 4 dənəsinə vuraq. X kvadratını x kubuna vur, üstləri topla x'in üstü 5. Ax kvadratını uşaqlar x kvadratına vur. Bizə verəcək ax'in üstü 4. 2x uşaqlar x kvadratına vur. 2x'in kubunu verəcək. X kvadratı müsbət 1'ə vur, x'in kvadratı. İndi keçək mənfi b-yə. Mənfi b-ni x kubuna vur, mənfi b x'in kubu. Mənfi b-ni ax kvadratına vur, mənfi ab x'in kvadratı. Mənfi b-ni 2x'a vur, mənfi 2x b. Bir də mənfi b-ni 1'ə vur, mənfi b. Bizə deyir ki, x kubu ilə x kvadratların əmsalları 0 olur. Yəni x kubu ilə x kvadratları gedər. Şöyle x kubların altında xətt çəksək. Buradan baxanda görsənir ki, b-nin yerinə 2 yazsam, müsbət 2x kubu ilə mənfi 2x kubunu hesablayanda əmsallar 0 olur, yəni gedir. Deməli, b-nin nağdı müsbət 2 qiymətindədir. B-nin müsbət 2 qiymətində. B-ni tapdıq. Sonra bir də x kvadrat deyil. X kvadratdan altdan xətt çəkək. Şöyle x kvadratı çıx ab x'in kvadratı. Bunun x kvadratın əmsalı 0 olması üçün bax yazıram. X kvadratı b-nin yerinə 2 yazsam, çünki b 2'dir. Olacaq çıx 2ab x'in, daha doğrusu 2 da b-nin yerinə 2 yazdıq da. B-nin yerinə şu olarak 2 yazdıq. Bizə verdi 2a x'in kvadratı. İndi baxın. Deməli x kvadratı çıx 2ab x kvadrat. B-nin yerinə 2 yazdıq, oldu x kvadrat çıx 2a x kvadratı. Bunun 0 olması üçün buradakı x kvadratının əmsalı olaraq 1'dir. Deməli 1x kvadratından bu 1x kvadratdan çıxmalıyıq ki, x kvadratlar getsin. Deməli 2a bizə 1'i verməlidir. A-nın da qiyməti olacaq 1'i 2'yə böl. A-nın qiyməti oldu 0.5. Yəni şu olaraq A-nın yerinə aparıb 0.5 yazsam, 0.5'i mənfi 2'yə vur. 0.5'i mənfi 2'yə vur, mənfi 0.5 şu olaraq mənfi 2'yə vuranda mənfi x'in kvadratıdır. Bundan qabaqçı ilə müsbət 1x'in kvadratı. Yəni x kvadratında bu x kvadratını çıxanda 0 verəcək. Yəni əmsal olacaq 0. Deməli A-nın və B-nin hansı qiymətində x kubu ilə x kvadratının əmsalları 0 olur. A-nın 0.5, B-nin də 2. A-nın 0.5, B-nin 2 qiyməti 14'də cavab D variantı. Və 15 də şualar bunun oxşarıdır. Keçən növbəti suala. Gəlin 16-cı suala baxaq. 16'da deyir ki, ifadələrdən hansı çoxhədlidir? Şualar çoxhədli nə deyilir? Bir hədlilərin cəbri cəminə, yəni bir hədlilərin cəminə çoxhədli deyilir. Şualar birincidə məxrəcdə baxın dəyişən var. Məxrəcdə dəyişən olanda bu bir hədli sayılmır. Bu bir hədli deyilsə, deməli bunun özü də çoxhədli deyil. Onda 1 getdi. Bu artıq 2 çoxhədlidir. Çünki əmsallar normal 2'də 1, 4'də 1, 4'də 1'dir və dəyişənlərin üstə natural ədəd ya 1'dir. 3 də doğrudur. Bəli, bir hədlidir. Amma 4'ə baxın uşaqlar, məxrəcdə dəyişən var. Ona görə məxrəcdə dəyişən olanda bu bir hədli sayılmır. Bu bir hədli olmadığına görə çoxhədli bir hədlilərin cəmidir. Deməli bu bir hədli deyilsə, bu da çoxhədli bu bir hədlilərin cəmi olduğuna görə bu da olur çoxhədli olmur. Bu da getdi. Və burada baxırıq ki, bəli bu da çoxhədlidir. Deməli çoxhədlilər 2, 3 və 5'dir. 2, 3 və 5 hansı variantı? A variantı. 2, 3, 5 A variantı. Bu oldu uşaqlar 16'nın cavabı A variantı. Keçən növbəti suala. Uşaqlar 17'yə baxaq. 17'də deyir ki, M1 bir hədlinin dərəcəsi 19'dur. Gəlin özümüzdən M1 deyir hər hansı bir hədlidir x götürək. Dərəcəsi 19'dur. X 19. Yəni M1'in yerinə x 19 yazsaq, M1 bir hədlinin dərəcəsi 19 olur. M2 bir hədlinin dərəcəsi 5'dir. Yazaq M2 bir hədlinin dərəcəsi 5'dir. M2'nin də yerinə yazaq x üstü 5. X üstü 5. Bizdən soruşur M1 çıx M2 çoxhədlinin dərəcəsini tap. Uşaqlar M1'dən M2'ni çıxsaq, yəni M1'in yerinə x 19 yazaq, çıx M2'nin də yerinə x üstü 5 yazaq. Bizdən bu çoxhədlinin dərəcəsini soruşur. Çoxhədlinin dərəcəsi nədir uşaqlar? Çoxhədlinin dərəcəsi çoxhədli ümumiyyətlə bir hədlilərin cəminə deyilir. Onda ən böyük bir hədlinin dərəcəsi çoxhədlinin dərəcəsi. Burada ən böyük bir hədlinin dərəcəsi 19 olduğuna görə bu çoxhədlinin dərəcəsi də olacaq 19. Yəni burada cavab şualar ilə 19'dur. 17'nin cavabı 19'dur. Sonra 18 demək olar ki bunun oxşarıdır. Gəlin 19'a baxaq.
19-da nə deyir? 19-da deyir ki, m çoxhədlinin dərəcəsi 7-dir. Uşaqlar, m çoxhədli deyəndə m-ə özümüzdən bir çoxhədli yarada bilməliyik də. Çoxhədli yaratsaq, misal uzunzadı gələcək. Gəlin m-i bir hədli kimi götürsək, yenə cavab doğru gələcək. Bax, zənn eləyin ki, m çoxhədli yox, m bir hədlidir. M çoxhədlinin dərəcəsi 7-dirsə, m-ə yazaq x-u 7. Yerdə qalanı yazmıram da. Üstə gəl x üstü 6, x üstü 5, ən böyük dərəcə x üstü 7 yox. M deyir çoxhədlinin dərəcəsi 7-dirsə, m-ə x üstü 7 yazaq. Zənn eləyək ki, bu çoxhədlidir, dərəcəsi 7-dir. N çoxhədlinin dərəcəsi 9-dur. Yəni n də bərabərdir x üstü 9-a. Aha. Düzdür, uşaqlar. Burada çoxhədli deyil. Mən bir hədli yazdım. Çoxhədlini yenə bir hədli yazanda yenə eyni cavaba gəlib çıxırıq. Və bizdən soruşur bu çoxhədlisinin dərəcəsində. Uşaqlar, m çıx n kvadrat vuraq m-ə. Gəlin m-in yerinə x üstü 7 yazaq, çıx n-in də yerinə x üstü 9 yazaq. Kvadratı və bunu da m-ə, yəni x üstü 7-yə vursaq, bizə bunun açılışındakı ən böyük dərəcə çoxhədlinin dərəcəsi sayılacaq. Uşaqlar, bu mötərizənin ən böyük dərəcəsi x üstü 9 olduğuna görə və bunun açılışındakı ən böyük dərəcədə 9-u 2-yə vuranda x üstü 18-i verəcək. Bunun açılışındakı ən böyük dərəcə 9-u 2-yə vursaq x üstü 18 verəcək. Və bunu da x üstü 7-yə vursaq, bu mötərizənin ən böyük dərəcəsi x üstü 18 isə, bu mötərizənin də açılışında ən böyük dərəcə x üstü 18-i x üstü 7-yə vursaq, bizə verəcək x üstü 18-i x üstü 7-yə vursaq, bu mötərizənin açılışının ən böyük dərəcəsini verəcək. Yəni x-in üstü 25. Yəni bu mötərizənin içini açsaq, çoxlu bir hədlər əmələ gələcək, amma ən böyük bir hədin dərəcəsi x-in üstü 25 olacaq. Bizdən də çoxhədin dərəcəsini soruşur. Bu çoxhədin dərəcəsi ən böyük bir hədin dərəcəsi 25 olduğuna görə bu çoxhədin dərəcəsi olur 25. Yəni 29-da şu olacaq cavab. Daha doğrusu 19-da cavab 25-dir. Və 20 də bunun oxşarıdır. Gəlin 21-ə baxaq. Bunu sildik. 21-də nə deyiş olur? 21-ci sualda deyir A vuraq, B çıx 4. Üstə gəl B vuraq, A çıx 4. Sağda da yazıb A çıx 4. Bir də vuraq B çıx 4. Gəlin uşaqlar, mötərizənin sol tərəfini 1 açaq, sağ tərəfini 1 açaq və bizdən AB hasilini soruşur da. Yazaq A vuraq B bərabər suala. Uşaqlar, gəlin bu bərabərin sol tərəfini vuraq açaq. A-nı B-yə vur, AB. A-nı -4-ə vur, -4-ə. Keçək B-yə. B-ni A-ya vur, B-ni müsbət A-ya vur, müsbət AB. B-ni -4-ə vur, -4B. Bu bərabərin sol tərəfidir. Gəlin bu sağ tərəfdə açaq. Uşaqlar, A-nı götürüb sağdakı ikisinə vursaq, müsbət A-nı B-yə vur, AB. Müsbət A-nı -4-ə vur, -4-ə. Keçək -4-ə. -4-ü müsbət B-yə vur, -4B. -4-ü -4-ə vur, müsbət 16. Uşaqlar, bərabərin solunda da AB var, sağında da AB var. AB-lər gedir. Bərabərin solunda da -4A var, sağında da -4A var. -4A'lar da gedir. Bərabərin solunda da -4B var, sağında da -4B var. -4B gedir. Solda uşaqlar bir dənə AB qalır. Yəni bu. Sağda isə bir dənə 16 qalır. Yəni burada AB hasil olur uşaqlar 16. AB hasilini tapın deyir. AB hasilinin qiyməti 16-dır. Yəni 21-in cavabı 16-dır. 22-də eynən bunun oxşarıdır. Demək uşaqlar, bax 22-də, daha doğrusu 23-cü sualda. Eynən həmənki qaydada yazırıq. 23-ü necə? 23-də deyir ki, M1 və M2 çoxhədin dərəcələri uyğun olaraq 2 və 5-dir. Biz bilirik ki, birinci uyğun gəlir, ikinciyə ikinci uyğun gəlir. Deməli, M1 çoxhədinin dərəcəsi 2-dir, M2 çoxhədlinin dərəcəsi 5-dir. Amma M1 ilə M2-yə çoxhədli yazmayaq da, çünki uzun zadı gələcək. M1 çoxhədin dərəcəsi 2-dirsə, M1-ə yazaq x-in üstü 2, yəni ən böyük dərəcəsi x-in kvadratdır. M2 çoxhədin dərəcəsi 5 isə, M2-ə yazaq x üstü 5, yəni düzdür, çoxhədli verib, amma biz bir hədli kimi götürək, çünki ən böyük dərəcəsi bizə lazımdır. Və bizdən soruşur ki, M1 üzərinə gəl M2-nin üstü 6. Bu çoxhədlinin dərəcəsini deyə tapın. Şolar M1-in yerinə x kvadratı, M2-nin yerinə x üstü 5, bir də bunun üstü 6. Bu mötərizənin içini açsaq, birinci mötərizənin ən böyük dərəcəsi x üstü 5 olduğuna görə, bunun açılışındakı ən böyük dərəcədə bu 5-i bu 6-ya vursaq, ən böyük dərəcə 5-i 6-ya vur, x-in üstü 30 verəcək. X-i 2-yi 6-ya vursaq, x üstü 12-ni verəcək. Yəni yerdə qalanlar uşaqlar balacadır. Yəni ən böyük dərəcə bu mötərizənin içinin ən böyük dərəcəsi 5 olduğuna görə 5-i 6-ya vuranda bu çoxhədlinin də ən böyük bir hədlinin dərəcəsi x-in üstü 30-dur. Və ən böyük bir hədlinin dərəcəsi çoxhədlinin dərəcəsidir.
və bu çox hədin dərəcəsi də olur 30. Daha doğrusu bu. 23-də cavab 30-dur. Deməli 23-ün cavabı uşaqlar 30-dur və 24 də eynən bunun oxşarıdır. Gəlin 25-ci suala baxaq. Bunu sildik. 25. Baxdıq uşaqlar 25-ə. Gəlin bu uşaqlar 25-ci sualda bax məsələn bu sualın ən rahat üsulu nədir? Bax zənn eləyək ki, deyir bu çox həddinin dərəcəsi 90 olarsa. Zənn eləyək ki, bu çox həddinin dərəcəsi bax budur. Ən böyük bir həddin dərəcəsi budur. Yəni çox həddin dərəcəsi budur. Uşaqlar əgər bu çox həddin dərəcəsi budursa, onda nə olacaq? Əsas qüvvətdir. Bu n üstü 3-ü 5-ə vursaq nə olacaq? Olacaq n üstü 3 vuraq 5. Onda bu çox həddin dərəcəsi əgər budursa, n üstü 3-ü deməli x-in üstü n üstü 3-ü vurduq 5-ə, yəni qüvvəti qüvvətə vurduq. Bu zaman bu çox həddin dərəcəsi 90-ı versə x-i 90, deməli qüvvətlər bərabərdir. Yəni 5 qüvvətləri bərabərləşdirsək 5 vuraq n üstü 3 bərabər 90-a. 5-i n-ə vur 5n, 5-i 3-ə vur 15 bərabər 90. Uşaqlar 15-i sağa aparsaq, 90-dan 15 çıxsaq bizə verir 75. 75 də 5-ə bölsə n-in qiyməti olur 15. Gəlin n-in yerinə 15 yazaq. Bax bunu sildim. Ən böyük dərəcə bunu götürdük axı. Bax bunu götürdük. Onda n-in yerinə 15 yazsaq, n-in yerinə 15 yazsaq. 15-in üstünə 3 gələndə bunun dərəcəsi olur x üstü 18. Burada n-in yerinə 15 yazsaq, x-in üstü olur 45. Bəs biz ən böyük dərəcə bunu götürdük və burada x üstü 18 oldu, burada x üstü 15 oldu. 45 oldu. Onda bu çox həddin dərəcəsi x üstü 45 olacaq. Biz soldakını götürdük, amma sağdakı ən böyük dərəcə oldu. Ona görə ən böyük dərəcə uşaqlar bu olmayacaq. Gəlin bu səfər də ikincinə ən böyük dərəcə götürək. Bunu sildim. Bu səfər zənn eləyək ki, ən böyük dərəcə baxın budur. Ən böyük dərəcə budursa, onda bunun açılışındakı ən böyük dərəcə 3 üstü n-i, yəni qüvvəti 5-ə vursaq, 3n-i 5-ə vursaq, bunun ən böyük bir həddin dərəcəsi budursa, 3n-i 5-ə vurduq, onda bu bir həddin dərəcəsi çox həddin dərəcəsi olacaq və çox həddin dərəcəsi də x üstü 90-dır. Yəni üstləri bərabərləşdirsək, bir də bunu belə yazaq. Bu ən böyük dərəcə budur. Onda uşaqlar 3-ü 5-ə vur 15 n bərabər 90-a. 90-ı 15-ə böləndə bizə verir 6-nı. İndi aparaq n-in yerinə 6 yazaq. N-in yerinə 6 yazsaq, 6 üstə 3 gəlsə x üstü 9. Burada n-in yerinə 6 yazsaq, 3 6-ya vur 18. Bəli, ən böyük dərəcə bunu götürsək, x üstü 9, bir də x üstü 18. Ən böyük bir həddin dərəcəsi bu olur. Yəni bu uyğun gəlir. Ən böyük dərəcə ikincini götürəndə, ən böyük dərəcədə x üstü 18-i verirsə, deməli n-in qiyməti neçədir? N-in qiyməti 6-dır. Bizdən nəyi soruşur? N-i tap. N-i tapın. N-in qiyməti olur 6. 25-in uşaqlar cavabı 6-dır və 26 da bunun oxşarıdır. Keçək növbəti suala. Uşaqlar gəlin 27-ci suala baxaq. 27. Deyir bu çox həddinin, diqqətlə baxın uşaqlar 27-yə. 27. Deyir bu çox həddinin dərəcəsi ilə sərbəst həddinin cəmi. Gəlin birinci dərəcəsində bax. Uşaqlar birinci mötərizənin ən böyük dərəcəsi x üstü 7 olduğuna görə bu mötərizəni açsaq ən böyük dərəcə x üstü 7-ni uşaqlar bu 12-yə vursaq x-in üstü 84-ü verəcək. Birinci mötərizənin ən böyük dərəcəsi 84-dür. Onda uşaqlar bu mötərizənin də ən böyük dərəcəsi x-in kvadratı olduğuna görə 2-ni də bu 3-ə vursaq, ikinci mötərizənin də ən böyük dərəcəsi 2-ni 3-ə vur, x-in üstü 6-nı verəcək. Və yerdə qalansa x-larla bağlı sadəcə ifadədir. Onda uşaqlar bu iki dənə mötərizəni açsaq, bunun birinci mötərizənin ən böyük dərəcəsini, ikinci mötərizənin ən böyük dərəcəsinə vursaq, x-in üstü nəyi verəcək? X-in üstü 90-ı verəcək. Yəni bu mötərizənin açılışının ən böyük dərəcəsi ilə x-in üstü 90-dır. Onda bu çox həddinin uşaqlar dərəcəsi 90-dır. Dərəcə 90, bunu bildik. Keçək, bunu sildim. Bir də uşaqlar sərbəst həddi deyir. Dərəcəni tapdıq, bir də sərbəst həddi tapmalıyıq. Uşaqlar bu mötərizənin sərbəst həddi neçədir? -1-dir. Onda bunun açılışındakı uşaqlar sərbəst həddi bu 12 gələcək -1-in üzərinə, sərbəst həddi olacaq -1-in üstü 12. -1-in üstü uşaqlar 12. Vuraq. Bu mötərizənin sərbəst həddi 2 olduğuna görə bu mötərizəni açsaq, bu mötərizənin sərbəst həddi 3 gəlir 2-nin üzərinə, yəni 2-nin kubu. Onda uşaqlar bu 2 dənə mötərizəni bir-birindən vursaq, birinci mötərizənin sərbəst həddini, ikinci mötərizənin sərbəst həddinə vursaq, onda bu mötərizənin açılışının sərbəst həddi olacaq. -1-in üstü 12, müsbət 1 verəcək. 2-nin kubu da bizə verəcək 8-dir. Onda bu mötərizənin üçün açılışının
Sərbəst həddə olacaq 8. Deməli, sərbəst həddə uşaqlar 8-dir. Deməli, sərbəst hədd 8-dir. Uşaqlar, çox həddin dərəcəsi 90. Sərbəst həddə 8 isə bizdən dərəcə ilə sərbəst həddin cəmini soruşulur. Yəni 90 ilə 8-in cəmi də bizə verir 98-dir. 27-nin cavabı 98-dir. Və 28 də eynən bunun oxşarıdır. Gəlin keçək növbəti suala 29-a. 29-da bizdən nə istəyir? 29-da deyir ki, bu ifadə və bir də bu ifadə çox hədləri bərabər olarsa. Gəlin belə yazaq. 2k x-in kvadratı üstə gəl mx üstə gəl 3b çıx 18. Bu çox hədlisi ilə bir də sağdakı çox hədli. Yəni 2a çıx 6 x-in kubu üstə gəl 6x-in kvadratı. Bir də bu çox hədli. Bu iki çox hədli bərabər olarsa, gəlin qiymətlərə baxaq. Uşaqlar, bərabərliyin soluna baxın. Solunda x kubu yoxdur. Yoxdur. Amma sağında x kubu var. Onda uşaqlar, solda x kubu yox, sağda x kubu varsa, deməli bu x kubu getməlidir. Onda bunun getməsi üçün a-nın yerinə 3 yazmalıyıq ki, 2-ni 3-ə vuranda 6-nı versin, 6-dan 6 çıxanda 0x-in kubu, 0x-in kubu da yəni x kubu gedir. Çünki a-nın yerinə 3 yazsaq, bərabərliyin solunda x kubu yoxdur, amma sağında x kubu var. Deməli x kubu getməlidir. A-nın qiyməti oldu 3. Uşaqlar, bərabərliyin solunda x kvadratı var, sağında da x kvadratı var. Onda bərabərin solunda və sağında x kvadratları varsa, bərabər olması üçün k-nın yerinə hökmən 3 yazmalıyıq. Çünki 2k-x-in kvadratı bərabərdir 6x-in kvadratına bərabərsə, deməli bu 2k ilə 6 bərabər olmalıdır. K-nın yerinə 3 yazarıq. Yəni belə də olar. 2k bərabərdir 6-ya, k da bərabərdir 6-nın 2-yə böl 3. Deməli k-nı da tapdıq. K-nın qiyməti 3-dür. Bunu da sildik. Bunu da sildik. Sonra keçək B-yə. Uşaqlar, x-a baxaq. Hə. M-in qiyməti nə olur? Baxın. Solda x-in üstü 1-dən nədir solda? Amma sağda x-in üstü 1 yoxdur. X-in üstü 1 uşaqlar yoxdur, yəni 0-dır. Onda m-in yerinə hökmən 0 yazmalıyıq ki, bu x-in kubunu, x-in üstü 1 neynəsin? Getsin. Çünki sağda yoxdur, solda var. Onda x-in üstü 1 getməlidir. Bunu da bildik. M-in qiymətini də bildik. Uşaqlar, məsələn, bu çox həddinin sərbəst həddi 3b çıx 18-dir. Amma sağ tərəfə baxın, sağ tərəfdə sərbəst həddi yoxdur. Yəni 0-dır. Sərbəst həddi yoxdursa sağ tərəfdə, deməli 0-dır. Onda uşaqlar, çox həddinin soldakı çox həddinin sərbəst həddi 3b çıx 18, sağdakı olmayan sağdakı çox həddinin olmayan sərbəst həddi, yəni 0-a bərabərdir. Onda burada 18 sağı var 18, B-nin də qiyməti 18-i 3-ə böl 6-nı verəcək. Yəni B-nin yenə 6 yazmalıyıq ki, 18-dən 18 çıxanda bu sərbəst hədd 0 olsun ki, çünki sağda da sərbəst hədd yoxdur. B-nin qiyməti oldu uşaqlar 6. Şey uşaqlar, A-nı, K-nı, M-i, B-ni tapdıq, bizdən cəmini soruşur. A-nın qiyməti 3-dür. B-nin qiyməti 6-dır. M-in qiyməti 0-dır, K-nın da qiyməti 3-dür. Bunlar da biz toplasaq bizə verəcək 12-ni. Yəni bu sualın cavabı olur 12. Deməli 29-un cavabı 12-dir. Sonra 30 da eynən bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sual şola nədir? 31. 31-də deyir ki, 2a 24 bölək k çıx 5b k çıx 2. Bir də üstə gəl 3c 7 çıx k-ya. Belə bir çox hədli verib. Deyir, k-nın hansı qiymətində çox hədlinin dərəcəsi ən kiçik olar? Uşaqlar, 31-ci sualda deyir, bu çox hədlinin dərəcəsi ən kiçikdir. Uşaqlar, biz bilirik ki, çox hədlinin qüvvəti ya natural ədəd olmalıdır. Yəni, məsələn, belə fikirləşində A-nın üstü ya natural ədəd olmalıdır, ya da A-nın üstü 0 olmalıdır. Yəni, qüvvət ya natural, ya da 0 olur. Və bu qayda ilə baxsaq, 24 bölək K natural ədəd olmalıdır. Uşaqlar, 24 bölək K natural ədəd olmaq üçün K 24-ün bölənləridir. Yəni, 24-ün yenə 1 yazsaq, K-nı yenə 1 yazsaq, 24-ü 1-ə böl 24, naturaldır. K-nı yenə 2 yazsaq, 24-ü 2-yə böl 12, yəni naturaldır. Deməli, K 24-ün bölənləridir. 24-ün bölənləri 1, 2, 3, 4-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür və bir də K 24 olanda natural olur. Bu K-nın qiymətləridir. Və bu da natural olmalıdır. Həm natural, həm də 0-dan böyük bərabər olmalıdır. Deməli, K çıx 2, K çıx 2. K çıx 2,
ya neutral ya da 0 olmalıdır və 2-ni də sağa aparsaq müsbət 2-ni verəcək. Deməli, k-nın qiyməti 2-dən böyük bərabər olmalıdır və bu ifadənin özü də, yəni 7 çıx k ifadəsinin özü də yenə 0-dan böyük bərabər olmalıdır. Deməli, k-nın da qiyməti 7-dən kiçik bərabər. İndi baxaq, k-nın qiyməti əgər 2-dən böyük bərabər və 7-dən kiçik bərabərdirsə, gəlin bunu qırmızı ilə işarələyək. Bu 2 dənə ifadəni kəsişdirsək, kəsişməsi olacaq, baxın bu. Deməli, k 2-dən böyük, 7-dən kiçik bərabər qiymətlər alacaq. Onda k-nın 2-dən böyük, 7-dən kiçik qiymətlərinə baxsaq, bax bu qiymətlərin içində ortaq qiymətlər hansılardır? K 2-dir, bəli. Var, 3-dür, bəli. K 4-dür, 2 ilə 7-nin arasında. K bir də 6-dır. Deməli, bu k 4 dənə qiymət alacaq. 2, 3, 4, 6. Həm bu şərt ödəməlidir, həm də bu şərti. Həm bu şərt, həm də bu şərti ödəməlidir. Deməli, 2 ilə 7-nin arasında ödədiyi şərtlər 2, 3, 4, 6-dır. Gəlin bunu kənarda yazaq. Deməli, k-nın qiyməti 2, 2, 3, 4, 6-dır. 2, 3, 4, 6-dır. Bunu yazdıq. İndi aşağıdakıları sildik. 2, 3, 4, 6-nı yadda saxlayaq. Gəlin neyniyək olar? K-nı yenə 2 yazaq. K-nı yenə 2 yazsaq nə olacaq? 2a 24'ü burada k-nı yenə olar 2 yazsaq 24'ü 2'ye bölsək 12. Çıxaq 5 vuraq b, k-nı yenə 2 yazsaq 2-dən 2 çıxsaq 0, b-nin üstü 0. Üstə gəl 3 vuraq c, k-nı yenə 2 yazsaq 7-dən 2 çıxsaq 5'i verəcək. Burada b-nin üstü 0 uşaqlar 1'dir də. Onda bu çoxhədlinin dərəcəsi neçə olur? Baxın, bu çoxhədlinin dərəcəsi ən böyük bir hədlinin dərəcəsidir. Yəni 12'dir. Burada k-nın qiyməti 2 olanda çoxhədlinin dərəcəsi olur 12. Bəs k-nı yenə 3 yazsaq nə olur? 2 yazdıq. Bir dənə 3 yazaq. Baxın bu ifadədə. Bu ifadədə bir dəfə də 3 yazsaq 2a 24'ü 3'ə bölsək bizə verəcək 8'i çıx 5b 3'dən burada k-nı yenə 3 yazsaq 3'dən 2 çıxsaq 1'i verəcək. Bir də 3c 7'dən də 3 çıxsaq baxın bura bir 3 yazsaq 4'ü verəcək. Bəs k-nın qiyməti 4 olanda neçə olur? 2a yenə 24 4'ə böl 6 çıx 5b 4'dən 2 çıxanda 2'ni verəcək. Bir də 3c 7'dən 4 çıxanda 3'ü verəcək. Uşaqlar burada dərəcə neçədir? Ən böyük çoxhədlinin dərəcəsi burada 8'dir. Burada dərəcə 8'dir. Bəs burada dərəcə neçədir? Ən böyük bir hədlinin dərəcəsi 6'dırsa çoxhədlinin dərəcəsi 6 olur burada. Bir də uşaqlar k-nı yenə 6 yazaq. 6 yazsaq olacaq 2a 24'ü 6'ya bölsək bizə verəcək 4'ü çıx 5b 6'dan 2 çıxsaq bizə 4'ü verəcək. Üstə gəl 3c 6 7'dən də 6 çıxanda 1 verir. Və bu çoxhədlinin dərəcəsi də olur 4. İndi bizə nə deyir? Deyir k-nın hansı qiymətində çoxhədlinin dərəcəsi ən kiçikdir? Uşaqlar çoxhədlinin dərəcəsi ən kiçik olan 4'dədir. Çoxhədlinin dərəcəsi ən kiçikdir. K-nın hansı qiymətində çoxhədlinin dərəcəsi ən kiçikdir? K-nın 6 qiymətində k-nın 6 qiymətində çoxhədlinin dərəcəsi ən kiçik olur. Bizdən k-nı soruşur tab. Yəni bu sualın cavabı olur 6. Deməli uşaqlar bu oldu 31'in cavabı 6. Deməli 31'in cavabı oldu 6. 32 bunun oxşarıdır. Gəlin 33'ə baxaq. Bunu sildik. Gəlin 33'ə baxaq. 33'də nə deyir? 33'də deyir ki A-nın hansı qiymətində A bərabərdir sualı. Deyir 6x 8 bölə x çıx 1. Oy, mən səhv yazdım. Gəlin qarana yazaq bunu. Deyir A-nın hansı qiymətində 6x-in üstü 8 bölək A çıx 1. Çıxaq 7x A çıx 4. Üstə gəl 18. Bu çoxhədlinin dərəcəsi 5 olar. Dərəcə bərabərdir 5'ə. Demək uşaqlar, A-nın hansı qiymətində çoxhədlinin dərəcəsi 5 olur. Gəlin yenə eyni qaydada. Çoxhədlidə qüvvət hər zaman neutral ədəd olmalıdır. Yəni 8 böl A çıx 1 bizə neutral verəcək. Onda A çıx 1'in yerine nə yazsaq neutral verər. 8'in bölənləri. Yəni A çıx 1'in yerine 1 yazsaq, yəni 8'i 1'ə bölsək neutraldır. A çıx 1'in yerine 2 yazsaq 8'i 2'yə bölsək neutraldır. A çıx 3'ün yerine 4 yazsaq 8'i 4'ə bölsək neutral. Bir də A çıx 1'in yerine 5 yazsaq 5 yazsaq. Yox 8 yazsaq. Bir də A çıx 1'in yerine 8 yazsaq 8'i 8'ə bölsək neutralı verir. Deməli A çıx 1'in ala biləcək qiymətlər bunlardır. Uşaqlar, gəlin bir yazaq. Deməli A çıx 1 bir dəfə 1'ə bərabərlik A-nın qiyməti olur 2. Bu A-nın bir qiyməti. Bir dəfə A çıx 1'i 2'yə bərabər eləyək.
Burada A-nın qiyməti oldu 3. Bir dəfə də A çıx 1-i 4-ə bərabər eləyək. Burada A-nın qiyməti oldu 5. Bir dəfə də A çıx 1-i 8-ə bərabər eləyək. A-nın qiyməti oldu 9. Deməli A-nın ala biləcəyi qiymətlər baxın bunlardır. 2, 3, 5, 9. Və bir də uşaqlar, bəs bu hissəyə də baxmalıyıq axı. Burada da neutral ədəd olmalıdır. Yəni ya 0 ya neutral ədəd. Deməli qüvvət ya 0 olmalıdır ya da neutral olmalıdır. Onda A çıx 4 də ya 0 olmalıdır ya da neutralsa A-nın da qiyməti 4-dən böyük bərabərdir. İndi baxırıq. Həm bu şərti ödəyən, yəni həm bu şərti, həm də A-nın qiyməti 4-dən böyük bərabər şərtini ödəyən hansı qiymətlərdir? Həm 4-dür. Çünki uşaqlar niyə 2-ni ödəməz? Baxın, burada A-nı yenə 2 yazsaq ödəyir. 8-i 2-dən 1 çıx 1, 8-i 1-ə böl ödəyir. Amma 2-dən 4 çıxsaq mənfi verir axı, ona görə 2-ni almaz. Burada A-nı yenə 3 yazsaq, 3-dən 4 çıxsaq qüvvət mənfidir. Ona görə A 4 almayacaq. 4-dən böyük ya 5 olacaq ya 9 olacaq. 5 ya 9. A-nın qiyməti ya 5-dir ya 9-dur. İkisindən biridir. Gəlin bir dəfə A-nın yerinə 5 yazaq, bir dəfə də 9 yazaq. A-nın yerinə ya 5 yazaq, ya da A-nın yerinə 9 yazaq. Bunları sildik. Sildik. A-nın yerinə gəlin 5 yazaq. A-nın yerinə 5 yazsaq necə olacaq? A-nın yerinə 5 yazsaq olacaq 6x 8 böl 5 çıx 1. Çıxaq 7x. A-nın yerinə 5 yazdıq. 5 çıx 4 üstəgəl 18. Bu da bizə nəyi verəcək? Baxın bu ifadə. Bu da bizə verəcək 6x 5-dən 1 çıx 4, 8-i 4-ə böləndə 2-ni verəcək. Çıx 7x 5-dən 4 çıx 1 üstəgəl 18. Belə olanda uşaqlar burada dərəcə olur. Neçə? 2. Burada alınmadı. Bir də A-nın yerinə 9 yazanda görək nə olur? A-nın yerinə 9 yazsaq olacaq 6x 8 böl 9 çıx 1 çıxaq 7x 9 çıx 4 üstəgəl 18. Görək burada necə olur? Burada olacaq 6x 9-u 1 çıx 8, 8 8 bölü 1 verəcək. 7x 9-dan 4 çıx 5 üstəgəl 18. Və A-nın qiyməti 9 olanda baxırıq ki, bəli, dərəcə 5-i verir. Çünki bizdə nə deyirdi? Deyir, A-nın hansı qiymətində bu çox ədədin dərəcəsi 5-dir. Baxırıq ki, A-nın 9 qiymətində bu çox ədədin dərəcəsi olur 5. 33-də uşaqlar cavab oldu 9. 33-ün cavabı uşaqlar 9-dur. Bunu da bildik. Və 34 oxşardır. Gəlin 35-ci suala baxaq. Yəni 33-də 9-dur, bəli. 33-də 9-dur. 34 oxşardır. Oxşardır. Gəlin 35-ə baxaq. 35-də nə deyir? 35-ci sualda deyir ki, deməli 2x üstü 18 y-in kvadratı çıx 5x-in üstü 14 y-in üstü n. Bir də üstəgəl 17 x-in kubu y üstü 15. Deyir n-in hansı qiymətində bu çox hədli ilə bir də 4a üstü 12 b üstü 6 çıx 11a üstü 9 bir də b üstü 13. B üstü 13. Bu çox hədlinin dərəcələri, baxın, deyir bu çox hədli ilə bir də bu çox hədlinin dərəcələri, yəni qüvvətləri bərabərdir. Onda uşaqlar bu iki dənə çox hədlinin qüvvətləri bərabərsə, məsələn bunun qüvvəti neçədir? Bunun qüvvətinə baxaq. Məsələn burada qüvvətləri toplasaq, 12 ilə 6-nı toplasaq, uşaqlar burada qüvvət 18-dir. Burada da qüvvət 13 ilə 9-u toplasaq 22-dir. Onda ən böyük bir hədlinin qüvvəti çox hədlinin qüvvətidir. Ən böyük qüvvət 22 olduğuna görə deyirik ki, bu çox hədlinin qüvvəti 22-dir. 22-dir. İndi uşaqlar bu çox hədlinin qüvvəti 22-dirsə, deməli buradakı çox hədlinin qüvvəti də 22 olmalıdır. Çünki şərtdə deyir ki, hər iki çox hədlinin qüvvətləri eynidir. Onda baxırıq ki, burada əgər ən böyük bir hədlinin qüvvəti budursa, deməli bu ikisinin cəmi 19-u verməlidir. Yəni 14 ilə n-in cəmi 22, qüvvət 22-ni verməlidir ki, bu bir hədlinin qüvvəti 22 olmalıdır ki, burada qüvvət 20-dir. Burada qüvvət 18-dir. Bu çox hədlinin qüvvətinin 22 olması üçün deməli bu 22 olmalıdır. Bunun qüvvəti 22 olmalıdır. Onda ortada qalanın qüvvətinin 22 olması üçün üstləri toplayanda 22-ni versə, deməli n-i yenə 8-ə yazmalıyıq ki, 14 ilə 8-in cəmi 22-ni versin. Deməli n-in hansı qiymətində uşaqlar? 8 qiymətində. Bizdən soruşur n-in hansı qiymətində? Bu iki çox hədlinin qüvvətləri bərabərdir. Burada da cavab olacaq 8. Yəni 35-in cavabı 8-dir.
Pis uşaqlar, 36-da bunun oxşarıdır. Bu da oldu bizim tam cəbri ifadənin ikinci bölməsi. Sağ olun uşaqlar, hələlik.